Salam hörmətli izləyicilərim. Bugün sizə belə çox asan toxunan bir naxşı göstərmək istəyirəm. Bunu da sviterə, köynə, jiletə, papağa, nəyə istəsəz toxuya bilərsiniz. Uşaq üçün də, böyük üçün də. İlməkləri də ki, 6-6 yığırıq. Sapım da ki, 100 qramlıq 350 metrəlik bir sapdır. Rezinkanı da ki, mən belə toxumuşam, bir tərs, bir düz. Kim necə istəyir, elə toxuya bilər. İndi mən milimi üstə qısa formada yığacağım. Az toxuyacağım da, az hissəsini. 3-3 yığacağım. 2 də kənar ilməni. 15-17 ilmək yığacağım milimin üstünə. Üç, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 2 də kənar ilmək, 16, 17 ilmək yığdım milimin üstünə. Artıq sapı da kəsirəm buradan. İndi rezinka toxumuram. Bu yüzden bir sıra tərs toxuyacağım. Birinci ilməni də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməklərdə hamısını tərs toxuyuram. İndi tərs üzdən də bir sıra tərs toxuyuram. Birinci ilməyi götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən kənar ilməyi götürürəm. 3 düz toxuyuram. 2, 3 düz. Sonra bu yanındakı bu 3 ilməni 3 ilməkdən 1 ilmək çıxardıram. Bir artırma eləyirəm. Yeni bir dənə ilmək çıxardıram. 3-dən 3 çıxardım. 3 düz. Yenə. 2, 3. Bu 3 ilməni də yenə 3 ilməkdən 3 ilmək çıxardıram. Yenə 3 düz. Kənarı da tərs toxudum. İndi arxa üzdən bütün ilməkləri hamısını tərs toxuyuram. Düz üzdən yenə bir sıra düz toxuyuram. Kənarı götürürəm, qalan ilməkləri düz toxuyuram.
Kənarı da tərs toxudum. Tərs üzdən yenə hamısını tərs toxuyuram. Kənarda yenə tərs toxudum. İndi bura düz üzüdür. Düz üzdən indi bunların yerini dəyişirəm. Aralara salıram. Kənarı götürürəm. Buradakı düz 3 dənə ilməni üçündən yenə 3 ilmək çıxardıram. 1, 2, bu 3. Bu 3-dən çıxardığımızı üstündəki 3 ilməni düz toxuyuram. Yenə bu aradakı 3 ilməni üçündən 3 ilmək çıxardıram. Yenə bu o birisi sırada elədiyimiz buruğun üstündəki ilməkləri düz toxuyuram. Yanındakı 3 ilməyi də yenə 3-dən 3 çıxardıram. Kənarı da tərs toxuyuram. Tərs üzdən bütün ilməkləri yenə tərs toxuyuram. Formada indi bu buruqlar araya düşdü. İndi bu üzdən yenə bir sıra düz toxuyuruq, bir sıra arxa üzdən tərs toxuyuruq. Sonra təzədən birinci sırada necə eləmişdiksə bu aralara salırıq yenə ilməkləri. Sonra belə bir naxış alınır. Formada. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın. Gələn videomda görüşənə qədər.